Salam əziz ikincilər və valideynlər, sizlər kanalımda xoş gördük. Bugün 2-ci sinif riyaziyyat 2-ci hissə dərsinə səhifə 44, 45 və 46 olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Mövzu pullardır. Siz öyrənmə, araşdırma, müzakirə hissəsini özünüz öyrənmiş olacaqsınız. Biz keçək tapşırıqlara. Bələdçi. Pulları sıralamaqla sayın. A variantı verilir, B və C variantı. A variantında qəpiklər verilmişdir bizə. 50 qəpik, 20 qəpik, 5 qəpik, 5 qəpik, 1 qəpik. Deməli 50, 70, 75, 80, 81. B variantında manatla verilmişdir. Deməli, A variantını dedik ki, 50, 70, 75, 80, 81. B variantında 50, 70, 80, 85, 86 manat. C variantında qəpiklər verilmişdir. 20, 40, 45, 50, 55, 58, 61, 62, 63, 64 qəpik. Biz hər bir qəpikləri və manatları üst-üstə gəlirik. Bu şəkildə həll olunur. Keçək müstəqil iş. Pulları sayın. A variantında deməli 10, 20, yəni onun üstünə 10 gələndə 20 edir. 10, 20, 25, 30, 35, 38. 38 qəpik var B variantında. 50, 70, 80, 90, 95, 100, 101, 102. Burada 102 manat pul var. C variantında 100, 150, 200, 210, 220. D variantında 50, 60, 65, 66, 67, 68. Deməli, burada 68 qəpik pul var. E variantında 20, 30, 40, 50, 55, 60, 61 manat. F variantında 100, 200, 300, 310, 320, 321, 322, 323, 324 manat. Gördüyünüz kimi misal 1-in müstəqil iş, misal 1-in həlli bu formada. Burada keçirik, bu öyrənmə hissəsidir. Fikirləş. 4,50 qəpiklik neçə manatdır? Biz bildiyimiz kimi 4 dənə 50 qəpiyimiz 2 manatdır. Keçək səhifə 46-ya. Misal ki, pulları 1 manata tamamlamaq üçün neçə qəpik əlavə etmək lazımdır? Gördüyümüz kimi bizə burada verilmişdir. 50, 70, 80, 90. 90 qəpik. Deməli, 100 bilir ki, 1 manatımız da 100 qəpik edir. 100 qəpiyi də tamamlamaq üçün 100 qəpikdən 90 qəpiyi çıxırıq. Edir 10 qəpik. B variantında 20, 40, 60, 70 qəpik. 100-dən 70-i çıxırıq, edir 30 qəpik. C variantında 50, 60, 70, 75, 80. 100-dən də 80-i çıxırıq, edir 20 qəpik. Deməli, misal kimin həlli isə bu şəkildə. Keçək misal 3-ə. Sual işarəsinin yerinə hansı kağız pul olmalıdır? Deməli, burada 10, 20, 30, 40, 50. Burada 50 manat olmalıdır. B variantında 50, 100, 150, 200, 250, 300, 350, 400, 450, 500. Bu da edir 5 manat. 500 qəpiyimiz edir 5 manat. Misal 3-ün həlli bu şəkildə. Keçək misal 4-də. Hansı pul qabındakı pulun məbləği daha çoxdur?
Deməli, A variantında 20, 40, 60, 80, 90, 95 qəpik. Deməli, 95 qəpik 1 manatdan kiçikdir. B variantı. Burada 60 manat verilmişdir bizə. Burada isə 50 manat. 60 manat 50 manatdan böyükdür. Misal 4-ün həlli isə bu şəkildə. Keçək məsələ həllinə. Məsələ 5. Pul qabındakı ümumi məbləğ onun yanında yazılıb. Dəsmalın altında hansı pul ola bilər? Deməli, bunu həll etmək üçün 50 qəpiyin üstünə 10 qəpik gəlirik. Bu şəkildə 50-nin üstünə 10 qəpik gəlirik, edir 63 qəpik. 60 qəpik. 63 qəpikdən də bu 60 qəpiyi çıxırıq və dəsmalın altında olan qəpiyi tapmış oluruq. Edir 3 qəpik. B variantında 25 manat, bir də 1 manat. Edir 26 manat. Bu dəsmalın altında olan pulu tapmaq üçün 46 manatdan bu 26 manatı çıxırıq. Edir 20 manat. Deməli, dəsmalın altında olan 20 manatdır. Məsələ 5-in həlli bu şəkildə. Keçək məsələ 6-ya. Anar pullarını belə saydı. Onun hansı qəpik pulları var? Deməli, 50 qəpik, 70 qəpik, 80 qəpik. Deməli, gəlin şəklimizi belə çəkək. Deməli, anarın var 50 qəpiyi, 20 qəpiyi, bir də 10 qəpiyi. Çünki 50-nin üstünə 20 gələndə 70 edib, 70-in üstünə 10 gələndə 80 edib. Cavab 50, 20, 10. Məsələ 7. Səbinə və Samirin pulları qarışıb. Səbinənin pulu 30 qəpikdən çox, 35 qəpikdən azdır. Hər uşağın nə qədər pulu var? Deməli, Səbinəninki 20, 10, bir də 3 qəpik. Edir 33 qəpik. Deməli, Səbinənin 33 qəpiyi var. Samirin isə 50 qəpik, bir də 5 qəpiyi edir 55 qəpik. Deməli, Səbinənin 33 qəpik, Samirin isə 55 qəpik pulu var. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Hələlik.